Bu cümlələrlə bağlı ortaq fikirlər hansılardır? Sanki heç bir şey olmamış kimi yollarına davam etdilər. Nə etdilər? Davam etdilər. Onlar, yəni qeyri-müəyyən şəxsi cümlədir. Necə davam etdilər? Heç bir şey olmamış kimi. Zərflikdə hərəkətdən bağlıdır. Nəyə? Yollarına. Təyin işlənmişdi. Bizdən ortaq fikirlər istəyir. Deyir, təyin işlənmişdi. Birinci cümlədə təyin yoxdur. Demək, bir ortaq ola bilməz. Biri çıxaq. Fe'li xəbərli cümlədir. Baxın, nə etdilər, davam etdilər. Nə et, nə ol sualını verirsə xəbərə. Demək, fe'li xəbərlidir. Qışın boranlı, qarlı günlərini arxada qoymuşdular. Nə etmişdilər, qoymuşdular. İkisi də nə etdən bağlı suala cavab verirlər. Demək, ikisi də fe'li xəbərli cümlədir. İki ortaqdır. Modal sözdən istifadə olunmuşdur. İkinci cümlədə yox, birinci cümlədə sanki nədir? Modal sözdür. Üç ortaq deyil, üçü çıxaq. Xəbər əsasında formalaşan cümlələr. Bəli, yəni cümlədə xəbər varsa, demək həmin cümlələr xəbər əsasında formalaşan cümlələr olur. 4 düzdür. Hərəkət qeyri-müəyyən şəxsə aiddir. Hərəkət qeyri-müəyyən şəxsə aiddir. O deməkdir ki, qeyri-müəyyən şəxsli cümlədir. Davam etdilər. Kim onlar? Yəni onlar artırdığımız mübtəda deyil, qeyri-müəyyən bir qrup şəxsdir, qeyri-müəyyən şəxsli cümlədir. Qışın boranlı, qarlı günlərini arxada qoymuşdular, yenə onlar. Bu da qeyri-müəyyən şəxsli cümlədir. Doğru cavabımız olmalıdır. 2, 4, 5, B variantı.